Allah Teala buyurur ki: "Ya eyyühellezîn âmenû lâ tubtilû sadakâtkum bil menni vel âzâ kellezî yunfiqû mâlehu riâen nâs ve lâ yu'minu billâhi ve lâ yevmil âxir." Allah Teala buyurur ki, o kəslər kimi olmayın ki, onlar öz mallarını riya ilə, insanlar riya ilə verərlər, hansı ki onlar Allaha və axirət gününə iman etməyiblər. Bu ayədən şərhçilər deyir ki, bu onu göstərir ki, öz malını, müsəlman iman etmiş şəxs, öz malını kasıba, miskinə, fəqirə sədəqə edib, sonra isə ona bir müddətdən sonra minnət verir və yaxud da əziyyət verirsə, Allah subhanətə onların əməlini Allaha və axirət üçün iman etməmiş, riya ilə verdiyi insanların yalnımalına bənzədir. Yəni təsəvvür edin ki, iman əhlinin elədiyi əməl Allah subhanətə Allah kafirlərin əməlinə bənzədir. Görün, nə qədər çirkin, murdar bir əməldir ki, nə qədər xoşa gəlməz bir əməldir ki, yəni minnət eləmək, Allah sonu əməli, yəni Allaha və axirət üçün iman etməyənlərin əməlinə bənzədir. Sonra isə Allah subhanətə yenə də bir misal deyir ki, kəməthəli safvanın aleyhi turabun, deyir, onların misalı odur ki, yəni bir hamar bir daşın üzərində müəyyən bir torpaq olar, fəasabahu vabilun, və onu möhkəm bir yağış tutar, fətarakahu saldə, və o yağış həmən daşın üstərkən yub aparar, lə yəqdurun alə şeyi min məkəsəbu, o daş, o hamar daşın üstündə o yığılmış o torpaq güclü yağışdan sonra yub aparır və o heç bir şeyə, yəni qadir deyil, saxlaya bilmir üstündə heç bir şey. Sonra Allah Teala buyurur ki, vallahu la yahdil qavmel kafirin, Allah subhanətə Allah kafir qövmə hidayət eləməz. Yəni, baxın, görün, qardaşlar, minnətlə olunan əməl, əziyyətlə verilən sədəqə, Allah sonu əməli, yəni Allaha və axirət üçün iman etməyənlərin əməlinə bənzədir.